Bugün sizlərlə yeni bir mövzu izahına baxaq. Xitab və ara sözlərin izahına baxmalıyıq. İlk öncə xitabdan başlayaq. Bu nədir xitab və ara sözlər? Qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözlərdir. Həm xitab, həm ara sözlər. Yəni cümlə üzvlərinə görə təhlil olunduğu zaman xitab və ara sözləri biz təhlil etmirik. Yaxşı. Cümlədə elə ifadələr olur ki, cümlə üzvləri ilə məna baxımından əlaqələnsə də, qrammatik baxımdan əlaqələnmir. Belə sözlər xitab və ara sözlər daxildir. Onlar cümlə üzvü olmur, cümlə üzvləri ilə heç bir sintaktik əlaqədə olmur. Amma sintaktik təhlildə, yəni hansısa bir cümlə üzvü olmasa belə, cümlə daxilində sintaktik vəzifəsi var. Sizdən bunu soruşa bilər, deyər ki, xitabın heç bir sintaktik vəzifəsi yoxdur. Xeyr, xitabın elə sintaktik vəzifəsi xitab olmaqdır. Buradan bunu götürürük. Deməli, ilk öncə xitabdan başlayaq. Xitab cümlədə müraciət olunan şəxsi və ya əşyanı bildirir. Xitablar əsasən adlı-kallı isimlərlə və ya ismi birləşmələrlə ifadə olunur. İsimləşən sözlər, isimləşmələr də xitab ola bilər. Məsələn, həyat, sən nə qəribəsən? Həyat, sən nə qəribəsən? Burada artıq həyata xitab etmişəm. Ondan sonra, ayağa qalx, Azərbaycan, odlar yurdu. Burada həm Azərbaycan sözdür xitab, həm odlar yurdu sözdür xitabımız. Xitablar həm canlıya, həm də cansıza müraciət etmək olar. Deyirəm, əziz dostlar, sabah gəlin. Burada artıq əziz dost, canlı insanlara müraciət etdim. Burada isə həyat, sən nə qəribəsən? Həyat canlı bir varlıq deyil. Cansız və cansız bir varlıq deyək də belə deyək, ifadə edir, amma yenə də müraciət edə bildim. Mübtəda və xitab formaca bir-birinə oxşar olur. Lakin onların arasında ciddi fərqlər var. Nədir? Hər ikisi də ilk öncə hər ikisi adlı kaldı olan söz və söz birləşmələri ilə ifadə olunur. Lakin xitab müraciət bildirir. Mübtəda isə müraciət bildirmir. Xitab cümlə üzvü olmur. Mübtəda isə cümlə üzvüdür. Xitab sintaktik əlaqəyə girə bilmir. Mübtəda isə sintaktik əlaqəyə girə bilir. Xitab əvəzli, məstərlə ifadə oluna bilməsə də, mübtəda həm əvəzliklə, həm də məstərlə ifadə oluna bilər. Xitab müraciət bildirdiyi üçün məzmunca ikinci şəxs. Nə dedik? Xitab müraciət bildirdiyi üçün məzmunca ikinci şəxs. Formasına, ifadə vasitəsinə görə isə üçüncü şəxsdir. Deməli, məzmunca, bax, məzmunca yazıram. Məzmunca ikinci şəxs, formaca üçüncü şəxs də olur. Sonrasında, məsələn, deyirəm, Lalə, dərslərini oxu. Nə et? Oxu, nəyi, dərslərini. Laləyə artıq xitabdır. Burada təhlilə cəlb olunmayacaq. Burada xitab sözü, Lalə sözü xitabdır. Məzmunca ikinci şəxsdir. Yəni, Lalə sən deyə müraciət edə biləcəyin bir insandır. Yəni, sən əvəzliyinin məzmununa bərabərdir. Sən dərslərini oxu. Yəni, sən əvəzliyinin məzmununa bərabərdir. Lakin formaca Lalə sözü üçüncü şəxsdədir. Üçüncü şəxsin təkindədir. Sonrasında, xitablar sözlə, sadə, düzəltmə, mürəkkəb və s. quruluş fərqi yoxdur. İfadə olunduqda sadə, söz birləşməsi ilə ifadə olunduqda isə mürəkkəb olur. Yəni, xitabın ifadə vasitəsi də eyni ilə cümlə üzvlərinin ifadə vasitəsi kimidir. Bir sözlə ifadə olunarsa, sadə xitabdır. Əgər söz birləşməsi ilə ifadə olunarsa, bu zaman mürəkkəb xitab sayılır. Məsələn, deyirəm ki, uşaqlar, gəlin. Burada artıq uşaqlar sözü bir sözdür, sadədir. Bir də deyirəm ki, vətən oğlu, gəl. Burada artıq vətən oğlu ifadəsi ikinci növ təyini söz birləşməsidir və buna görə də artıq bu quruluş necə olacaq? Mürəkkəb. Sonrasında, xitab cümlənin əvvəlində işləndikdə adil intonasiya ilə deyilərsə, özündən sonra vergül gələr. Burada gördüyünüz kimi. Cümlənin ortasında gələrsə, hər iki tərəfindən vergül qoyulacaq. Cümlənin sonunda isə gələrsə, özündən qabaq vergül işarəsi qoyulacaq. Burada buna fikir verməliyik. Hətta yüksək hiss-həyəcanla deyilərsə, nida işarəsi də qoyula bilər. Deyirəm ki, gözəl vətən.
Gözəl vətən, mənan dərin. Burada artıq mənan dərin ifadəsini o qədər hiss həyəcanla deyilir ki, bu zaman gözəl vətən sözünü nida ilə verə bilərlər. Problem yoxdur. Yəni yenə durğu işarəsində problem yoxdur, düzgündür. Sonrasında xitab cümlənin ortasında işləndikdə hər iki tərəfdən vergül qoyulur, onu dedik. Cümlənin sonunda işləndiksə isə özündən əvvəl vergül işarəsi qoyulur. Cümlənin məqsəd və intonasiyaya görə növlərinə isə sonrasında, yəni özündən sonra gəlməyinə isə əgər yəni nəqli cümlədirsə nöqtə, nida cümləsidirsə nida, sual cümləsidirsə sual işarəsi qoyulacaq cümlənin sonunda. Yaxşı. İndi isə qalan bir neçə əsas yerlər deyək qeyd olaraq. Xitab cümlə üzvləri ilə sintaktik əlaqədə olmasa da məna əlaqəsində olur. Xitab cümlə üzvləri ilə sintaktik əlaqədə olmasa da ifadə vasitəsində sintaktik əlaqə işlənə bilər. Məsələn, gəlib də verir. Vətən oğlu. Bura gəl. Nə et? Gəl. Haraya? Buraya. Kim vətən oğlu? Düzdür, biz xitabı sintaktik təhlil cəlb etmədik. Ancaq ikinci növ təyini söz birləşməsidir. İkinci növ təyini söz birləşməsidirsə, arasında tabellik əlaqəsi varmı? Təbii ki, var. Həm uzlaşma əlaqəm var, həm də idarə əlaqəm var. Xitabın, yəni sintaktik təhlilə cəlb olunmaması, onun hansısa bir əlaqə daxilində olmasının, yəni mənası olar da. Budur, gördüyünüz kimi ikinci növdə var. Burada da artıq yer zərfliyindən xəbər, burada da arasında idarə əlaqəsi var. Sonrasında xitab rolunda işlənmiş sözün və ya söz birləşməsinin xitab olması elə onun sintaktik vəzifəsidir. Bayaq elə dərs başlayanda ilk ifadə işlətdiyim söz idi. Sintaktik vəzifəsi desək ki, yoxdur, yanlış fikirdir. Elə onun xitab olması onun sintaktik vəzifəsidir. Sintaktik vəzifə deyəndə imenini biz götürüb də necə deyim, mübtəda xəbər olmasını nəzərdə tutmuruq. Biz elə xitabın özü sintaksisə məxsus olan bir bölmədir. Yəni sintaktik vəzifəsidir. Sonrasında xitab çağırış nidaları ilə işləndikdə vergül xitabdan sonra işlənir. Məsələn, deyirəm, ay uşaq. Burada artıq çağırış nidası var, burada vergül qoyulacaq. Ondan sonra bəzən ey nidası var. Bu ey nidasını məncə nidanın keçəni demişdik, bir də təkrarlayaq ki, bəzən ey insanlar mənasında həm eydən sonra vergül qoyub, həm insanlardan sonra vergül qoya bilirlər. Bu doğru bir variantdır. Bəzi hallarda da elə ey insanlar deyib də eydən sonra vergül yox, insanlardan sonra vergül qoyurlar. Bu da doğru variantdır. İki məqamda doğrudur, yəni hər ikisi üçün də. Məsdər, əvəzlik, təsriflənən feillər, feili bağlamaq xitab rolunda işlənmir. Yəni, feilin təsriflənməyən formaları xitab vəzifəsində işlənmir. Sonrasında xitab rolunda işlənərkən sözün vurğusu adətən bir heca əvvələ düşür. Lakin çağırış nidası ilə işləndikdə sözün vurğusu dəyişməz. Deyirik ki, hamı mən gördüyüm yığıncaq dağlar. Burada bir əvvələ düşür. Bir də artıq ay dağlar deyəndə yenə də ikinci hecəyə düşmüş olacaq. Yəni normalda xitabda dağlar sözündə vurğu xitab olduğu üçün birinci hecəyə düşür. Lakin ay dağlar, yəni nida ilə işləndiyi zaman vurğu ikinci hecanın üzərinə düşəcək. Xitabdan məncə bu qədərdir. Ara sözlərdə deyək. İndi isə keçək ara sözlərə. Ara sözlər. Ara sözlər danışanın ifadə etdiyi fikrə münasibət bildirir. Məncə bu tərif bizə bir yerdən tanış gəlir ki, modal sözlərdə də bir fikrə münasibət bildirmək var idi. Məsələn, deyirəm ki, şairdir, görünür, düz ilqarı var. Deməli, onlar qalib gələcəklər və s. Bu tipli sözlər artıq ara sözlər adlanırlar. Ara sözlər həm söz, həm də söz birləşməsi, həm də cümlə şəklində olur. Deməli, 3 formada olacaq ara söz. Həm söz, həm söz birləşməsi, həm də cümlə şəklində. Sonrasında söz olaraq deyirik. Yəqin sən də gələcəksən. Yəqin sözümüz burada ara sözdür. Söz birləşməsi olaraq yazıram. Mən bilən, sən oxumursan.
Burada artıq mən bilən ifadəsi feili birləşmədir. Yəni feili sifətlə əsas tərəf ifadə olunub. Feili birləşmədir. Bir də cümlə olaraq deyilir. Düzdür, doğrudur ifadələrini işləndir belə yerlərdə. Düzdür. Sən oxumursan. Burada artıq düzdür sözü olacaq sözlə, cümlə ilə ifadə olunan ara söz. Cümlə formasında olan ara sözlər zahirən görünüşünə görə xəbər formasında olur. Görürsünüz ki, dür şəkilçisindən, şəxs xəbəri şəkilçisindən cümlə şəklində də hesab olunur. Belə nümunələr cümlə ad əlamətlərini ilk növbədə bitmə intonasiyasını itirir. Burada görürsünüz, yəni sizə desək ki, cümlənin xəbəri düzdür sözdür, yanlışdır. Çünki düzdür ifadəsi burada bitmə intonasiyasını itirib. Ona görə də xəbər vəzifəsində götürə bilmirik. Sonrasında ara sözlər cümlənin əvvəlinə gələndən sonra özündən sonra vergül qoyulacaq. Gördüyünüz kimi cümlədə ortada gələrsə hər iki tərəfdən vergül qoyulacaq. Cümlədə sonda gələrsə özündən qabaq vergül işarəsi qoyulacaq. Ara sözlər cümlənin əvvəlində işlənir. Bunu dedim. Sonrasında yaxşı. Ara sözlərin mənaca növləri var. Hansılardır? 5 məna növü var. Birincisi təsdiq bildirən. Sonra güman şübhə bildirən. Sonra fikrin mənbəyini bildirən. Nəticə və sıra bildirən və təəssüf bildirən. Hansılardırsa, bunlar artıq qarşısı sizin öz ixtiyarınızda da əzbərləməlisiniz. Məsələn, əlbəttə ki, şəksiz ki, şübhəsiz ki, sözsüz ki, doğrudur, həqiqətən düzdür, doğrusu, doğrudan bunlar olacaq təsdiq bildirənlərimiz. Sonra bəlkə də deyəsən, güman ki, görünür, olmaya, ehtimal ki, görəsən, gərək ki, bilsin ki, bu ifadələr olacaq nə? Güman şübhə bildirənlər. Məncə, sizcə, mənə görə, deyilənə görə, mən bilən, siz bilən, eşitdiyimə görə, atalar demişkən, mənim fikrimcə kimi ifadələr olacaq fikrin mənbəyinə görə. Nəhayət, beləliklə, demək, deməli, xülasə, qısası, əvvəla, birincisi, ikincisi, bir sözlə, müxtəsər, ümumiyyətlə, ümumən bunlar olacaq nəticə və sıra bildirənlər. Heyif ki, təəssüf ki, əfsus ki, olacaq bunlarla təəssüf bildirənlər. Hamısını bir-bir qarşısına yaza bilmirəm, çünki vaxt gedir ona. Sonrasında ara söz rolunda işlənmiş sözün və ya birləşmənin ara söz olması elə onun sintaktik vəzifəsidir. Yəni sizə desək ki, sintaktik vəzifə daşımır, yalan sözdür, çünki ara söz onsuz da özü bir sintaktik vəzifədir. Sintaktik vəzifə daşımaq üçün sözün və ya söz birləşmənin cümlə üzvü olması lazım deyil, yəni şərt deyil. Bunu dedik bayaqları. Ara söz cümlə üzvləri ilə sintaktik əlaqədə olmasa da, ifadə vasitəsində sintaktik əlaqə işlənə bilər. Məsələn, bayaq dediyimiz kimi, mənim fikrim. Bax, deyirəm, mənim fikrimcə, də belə yazaq, mənim fikrimcə bu belədir. Mənim fikrimcə ifadəsi işləndi. Baxırsınız, mənim sözündəki im yiyəlik hal şəkilsidir. Fikrim sözündəki im isə olacaq mənsubiyə şəkilsidir. Üçüncü növdür. Üçüncü növ arasında nə var idi? Həm uzlaşma, həm də idarə əlaqəsi. Sonrasında ara sözlər, cümlə üzvləri sintaktik əlaqədə olmasa da məna əlaqəsində ola bilər. Həm xitab, həm də ara sözlər cümlə üzvlərindən sintaktik əlaqədə olmur, amma məna əlaqəsində olur. Zaten cümlədə gördüyünüz kimi fikri münasibət bildirirsən, bir mənbəyi bildirən nöqtələr də var. Yəni hamısı bir-birindən əlaqəlidir. Ümumilikdə bu qədər. Nəsə sual olsa dərsdə baxarıq.